Selam olsun herkese. Bugün biz sizinle natural ədədlərin davamı olan en büyük ortak bölən və en küçük ortak bölən haqqında danışır. Yəni EBOB və EKÖB haqqında. İlk önce başlayalım EBOB haqqında. Yəni EBOB haqqında EBOB'un yəni tapılma qaydası haqqında yəni danışmamışdan əvvəl. Əvvəlcə sizlərə EBOB'un nə olduğunu yəni bildirmək istəyirəm. Yəni tak yazaq bizdən soruşur EBOB 100 və 120 tam. Biz əvvəlcə 100'ün natural bölənlərini tapaq. 100 deməli bölünür 1'ə, 2'yə, 4'ə, 5'ə, 6'ya bölünmür, 7'yə, 8'ə, 9'a bölünmür, 10'a, 12, 13'ə, 15, 15'ə də bölünmür, 20'yə, bölünür 25'ə, 25'ə bölünürsə, deməli bölünür 50'yə, 50'yə və bir də bölünür neçəyə? 100'ün özünə. İndi 120'ye bax. 1'ə bölünür, 2'ye bölünür, 3'ə bölünür, 4'ə bölünür, 5'ə bölünür, 6'ya bölünür, 7'ye bölünmür, 8'ə 128'ə bölünür. Ben dəqiq baxaq. Aha, düşür bölünür. 8'ə bölünür. 8'ə və 9'a bölünmür. 10'a bölünür. 11'ə, 12'ye bölünür. 14'ə bölünmür. 15'ə bölünür. 20'ye bölünür. 30'a bölünür. 40'a bölünür. 30'a, 40'a, 60'a bölünür. 60'a bölünür, bir də 120'ye bölünür. Şimdi buna baxırıq ki 100 deməli bölünür bu natural ədədlərə. 120 bölünür bu natural ədədlərə. Burada biz baxırıq ortaqlara. Deməli 1 burada ortaqdır, burada ortaqdır. Bu burada ortaqdır, burada ortaqdır. 4 burada da var, burada da var. 5 burada da var, burada da var. 6 burada var ama burada yoxdur. 10 burada var, burada var. 20 burada var, burada var. 25 burada var, burada yoxdur. 50 burada var, burada yoxdur. 100 burada var, burada yoxdur. İndi biz burada nə elədik? Baxdıq ki 1, 2, 4, 5, 10, 20 hem 100'e bölünür, hem 100'ü bölür, hem de 120'ye 120'ni bölür. İndi bizə bunlardan həmin bu ortaqlardan en böyüyü lazımdır. En böyüyü neçədir? 20. Deməli bizim en büyük ortak bölümümüz EBOB'umuz yani 20'ye beraber. Yani EBOB 100 ilə 100 və 120 üçün EBOB 20'ye beraber. Yani bunun mənası budur. İndi bunun mesela 100 ve 120 için bu rahat. Ben mesela bunun bölənlərini tapa bilirim. Yani natural bölənlərini. İndi çox rəqəmli ədədlər verəndə, biraz mürəkkəb ədədlər verəndə, yəni bunu necə tapmaq lazımdır? Elə bunu 100 ve 120 için mən siz həmin qaydanı göstərirəm. Və həmin qaydanı istənilən ədədlər üçün eləyə bilərsiniz, tətbiq eləyə bilərsiniz. Yəni istənilən ədədlərin EBOB-unu tapanda həmin bu 100 və 120 üçün tətbiq edildiğim qaydanı eləyə bilərsiniz, tətbiq eləyə bilərsiniz. Əvvəlcə nə edirik? Əvvəlcə bizdən soruşulan bu ədədlərin sadə vurgulara ayırırıq. 100 və 120 sadə vurgulara. 100 sadə vurgulara ayırırıq. 2,
50, 2, 25, 5, 5, 5, 1. Sonra 120'ni. 2, 60, 2, 30, 2, 15, 3, 5, 5, 1. Bunları götürüp belə yazsaq, məsələn, 100 bərabərdir. 2 vurulsun, 2 vurulsun, 5 vurulsun, 5. Bunu götürüp belə yazsaq, 2'nin kvadratı vurulsun, 5'in kvadratı. 120 belə yazsaq, 2 vurulsun, 2 vurulsun, 2 vurulsun, 3 vurulsun, 5. Yani 2'nin kubu vurulsun, 3 vurulsun, 5. Buradan biz ortaqlar tapırıq. Ortaqlar. Yəni bu sadə yəni birinci qayda nədir? Bunu yəni bir neçə qaydan tam olar. Birinci qayda nədir? Birinci qayda budur ki, bunları sadə vurğuları ayrı bu şəkildə yazandan sonra, bax bu şəkildə yazandan sonra, hər ikisində ortaqlar tapırıq. Baxırıq ki, bu iki burada var. Burada var. Sonra növbəti ki, burada var. Burada var. Burada baxırıq ki, burada 5 var. Burada da var. Ama burada növbəti 5 var, ama burada yoxdur. Ve buradaki növbəti 2 var, burada yoxdur. Burada 3 var, burada vapşı yoxdur. İndi bu götürdüklərimiz, bu ortaqlar ki var, yalnız birinde olanı götürüp birbirine vuruyor. Yani her ikisinde olanı yok ha. Yani hem yüzdekini hem 120'de olan ortak vurguları yok. Sadece birindeki farkı yoktu. Ya bundaki ya bundaki. Götürüp birbirine vurur. Götürək yüzdekini. 2 vurulsun, 2 vurulsun 5. Yani 2'nin 2'ye vuruna 4, 4'ü 5'e vuruna şeyler değil 20. Bir de ikinci qaydamız ne olabilir? Bunun ikinci qaydası da budur ki, yani sade vurguları ayrı bu şekilde yazdıktan sonra, bak bu şekilde yazdıktan sonra, yani kuvveti küçük olanları götürüp birbirine vurur. Yani her ikisinde orta olur, bak her ikisinde orta olur. Ancak kuvveti küçük olanlar götürülür. Bak bakalım burada 2, burada var, burada var. Burada bunun kuvveti 3'tür, bunun kuvveti 2. Benim sen aldığım kuvveti az olan. Burada da 5 var, burada da 5 var. Burada 5'in kvadratı da burada 5'ti. Bize 5'in kvadratı lazım değil. Çünkü 5'in kvadratı kuvvet yani çoktur. Bize kuvveti az olan lazım. Bunun kuvveti 1 olduğu için götürü yine indik. Vururuz. Burada bakalım, burada 3 var ama burada yok. Yani bu 3 bize lazım değil. Oldu 2'nin gördüğü 4'ü 5'e oranı şey değil. Bir tane ayrı bir misal üzerinde yazar. Ta ki yazar bize EBO. Mesela 48 ta ki 56. Dedik ki neydi? 48 de sadə vurgular 2, 24, 2, 12, 2, 6, 2, 3, 3, 1. Yine götür 56'nı. 56'nın 2, 28, 2, 14, 2, 7, 7, 1. Götürüp bunları yazalım bu şekilde. 2 vurulsun, 2 vurulsun, 2, 1, 2, 3, 4 tane. Vurulsun 3. Beraber 2 üstü 4. Vurulsun 3. 56'ında bile yazalım. 2 vurulsun, 2 vurulsun, 2 vurulsun 7. Yani 2 üstü 3 vurulsun 7. Bakırıq burada. Birinci qaydamız necəydi? Sadə vurguları ayrı bu şəkildə gətirəndən sonra, yəni hər ikisində ortaqlar eyni sayda. Ortaqlara bax. Baxırıq bu 2 burada var. Burada da var. Bu 2 burada var. Burada da var. Burada var. Burada da var. Deməli
Burada bu 2 var ama burada yoxdur. Deməli, nə dedik? Deməli, bizim bu ikilərlə işimiz yekunlaşdı. İndi baxırıq 3. Burada var, burada yox. Deməli, lazım deyil. Burada 7, burada var, burada yox. Deməli, bu da bizə lazım deyil. Biz hansılar nişanlar? 2, 2, 2. Götürüb, həmin bu nişanladığımız bu, yəni birində olanları götürüb vurulur bir-birinə. 2 vurulsun, 2. O da beraber neçə? 8'e. Yani ikinci qaydamız. İkinci qaydamız bu şekilde yazandan sonra, bu şekilde yazandan sonra. O, yani eyni, oxşar. Əsaslar hansılardır? Bak 2. 2. Yani bu üçle bu 7 yani mən lazım değil. Çünkü bu 3 bunda var, bunda yok. 7 bunda var, bunda yok. Qüvvətlərin ən kiçik olanı götürürük. Ən kiçik olan hansıdır? 2'nin kubu. O da beraber 8. Yani 2. Aydın oldu sizlere. Deməli, qarşılığı sadə ədədlər, yəni əbubu 1'ə bərabər olan ədədlər, bax, əbubu, deməli 1'ə bərabər olan ədədlər, qarşılığı sadə ədədlər. Qarşılığı sadə ədədlərdir. Yəni bu nə deməkdir? Yəni mən hər hansı bir 2 dənə ədəd götürürəm, tutaq ki, əbub. Məsələn, olsun 5, 11. Yəni bunların ortaq böləni yoxdur. Bunların ortaq böləni yalnız 1'dir. Yəni 5 bölünür ancaq 1'ə və yaxud və özünə. 11 də bölünür neçəyə? Bir vahidə bir neçə 11'ə. Burada hər ikisinin ortaq olan hansıdır? 1. Yəni əbub 1'ə bərabərsə, həmin ədədlər nədir? Qarşılığı sadə ədədlərdir. Və yaxud da qarşılığı sadə ədədlər əbubu 1'ə bərabər olan ədədlərdir. Yəni bunlar yəni fərqi yoxdur. Bir-birinin tərsi olan sözlərdir. İkisi də hər ikisi də eyni mənaya gəlir. Ya desən ki, məsələn, əbubu 1'ə bərabər olan ədədlər qarşılığı sadə ədədlərdir. Və yaxud desən ki, qarşılığı sadə ədədlərin əbubu 1'ə bərabərdir. Yəni hər ikisi eyni mənaya gəlir. Sonra ardıcıl tək ədədlər, ardıcıl tək ədədlərin əbubu 1'ə bərabərdir. Yəni ardıcıl tək ədədlər qarşılığı sadə ədədlərdir. Bax, ardıcıl tək ədədlərin əbubu 1'ə bərabərdir. Yəni gözlə 11, 13. Yəni bunların hər ikisinin ortaq böləni 1'dir. 27, 29, 101, 103 və s. İstənilən ardıcıl tək ədədlərin əbubu 1'ə bərabər. Ancaq ardıcıl cüt ədədlərin əbubu isə 2'yə bərabərdir. Məsəl üçün, ardıcıl cüt ədədlərin əbubu 2'yə bərabərdir. Yəni götürək 6 ilə 8'i məsəl üçün. 6 nəyə bərabər? 2 vurulsun 3'ə. 8 nəyə bərabər? 2 vurulsun 4'ə. Bunların içərisində ortaq hansıdır? 2. Məsəl üçün, götürək 50,
52. 50 neye beraber? 2 vurulsun 25'e. 52 neye beraber? 2 vurulsun 26'ya. Bunların her ikisinde ortak hansıdır 2. Aydın oluyor yani işte. Bir de EBOB'da ortak vurğu mötərizə xaricini çıxarmaq var. EBOB'da ortak vurğu mötərizə xaricini çıxarmaq. Mötərizə xaricinə çıxartmaq. Yəni bu nə deməkdir? Məsəl üçün, bunu bir düz tur şəklində yazaq. Yəni konkret misal üzərində sonra mən sizə yazacağım. Məsələn, ədəd verilsə K vurulsun A. Və K vurulsun B şəklində verilsə. Yəni biz burada K'nın mötərizə xaricini çıxartıb onu bu şəkildə yaza bilərik. Yəni K'nın çıxardığını mötərizə xaricinə və A və B'nin neyini tapırıq? Ən böyük ortaq böləni tapırıq. Yəni bunu konkret misal üzərində yazsaq. Məsəl üçün EBOB 36-48. Yəni biz bilirik ki, biz 36'ını bu şəkildə yaza bilərik. 3 vurulsun 12. 48'də bu şəkildə 4 vurulsun 12 şəklində yaza bilərik. Və biz buradan 12'ni mötərizə xaricinə çıxartıb, EBOB 3 və 4'ü tapırıq. Zəhmətimizi buna səliqəli yazım. Deməli, EBOB səliqəli yazmaq istedim, daha da səliqəsiz oldu. Aha. Biz burada deməli biz burada 12'ni çıxardıq mötərizə xaricinə. Burada qaldı nə? Bizim tapmalı EBOB 3 və 4'ü. 3 və 4 ardıcıl ədədlər olduğu üçün, bunların EBOB'u 1'ə bərabərdir. Və bu mötərizənin qarşısındakı 12'ni sonra tapdığımız EBOB'a vururuq və nəticə alınır neçə 12. Yəni bu qayda bəzi misalların həllində bizim köməyimizi çatacaq. Sonra deyir ki, əgər A ədədi B ədədinə tam bölünürsə, deməli EBOB bölənə bərabərdir. Məsəl üçün, yazaq deyir, əgər A ədədi B ədədinə bölünürsə, yəni tam qalıqsız bölünürsə, EBOB B-yə bərabərdir. EBOB B-yə bərabərdir. Yəni mən A-nı bölünən B-yə və nəticəni alıram ta ki hər hansı bir K ədədi, yəni tam qalıqsız. Və burada mənim EBOB AB bərabər B-nin özünə. Məsəl üçün, belə bir yazsam, məsələn, nümunə konkret misal üzərində. Məsələn, 8-72.
Mən burada baxıram ki, 8 ədədi 72-ni qalıqsız bölür. Və yaxud 72 ədədi 8-ə qalıqsız bölünür. Deməli, mənim burada əbobum neçə olur? 8 olur. Mən çünki 72-ni 8-ə bölsəm, alıram nəticəni neçə? 9. Yəni bir ədəd digər ədədi. Yəni bir ədəd digər ədəd tam qalıqsız bölürsə, həmin iki ədədin əbobu ölənə bərabərdir. Yəni bu fikrimlə yəqin ki, sizə çatdı. İndi baxalım kəsr ədədlərin. Kəsr ədədlərin əbobunun tapılma qaydası. Əbobunun tapılma qaydası. Gəlin bunu konkret misallar üzərində yazaq. Sonra düz soru sonuna baxalım. Tutaq ki, bizdən soruşur əbob. Birinci qayda yazaq. Birinci qayda. Sonra bunun düz soru qaydasını mən sizə deyəcəm. Bizdən soruşsa ki, məsəl üçün, əbob. Məsələn, 4-də 3 ilə 5-də. Deməli, 4-də 3 ilə 5-də 2 deyək. 4-də 3 ilə 5-də 2-ni soruşur. Biz bunu necə edəcəyik? Əvvəlcə bu 4-də 3 ilə 5-də 2-ni ortaq məxrəcə gətirdik. Bax, 4-də 3 ilə 5-də 2-ni ortaq məxrəcə gətirik. Deməli, 4 ilə 5-in ortaq məxrəc neçədir? 20. Mən məxrəci çoxaltdımsa, həmin dəfə qədər də surəti çoxaltmalıyam, eləmi? Mən 4-ü neçəyə vurdum ki, 20 oldu? Deməli 5-ə. Deməli, mən surət də vurmalıyam. Mən 5-i 20 eləmək üçün neçəyə vurdum? 4-ə. Deməli, həm surəti, həm məxrəci vurmalıyam ki, kəsinin qiymətini eləməsin, dəyişməsin. Çünki kəsinin əsas xassəsi nə idi? Kəsin surət və məxrəcini eyni bir natural ədədə vursaq və ya bölsək, kəsinin qiyməti dəyişməz. Biz burada məxrəci, yəni 4 dəfə artırıb 20 eləmişiksə, surət də 4 dəfə artmalı. 4-ü 2-yə vurunda oldu 8. İndi biz buradan əbob 20-də 15 və 20-də 8-in neyini tapa bilərik? Əbobun rahatlıqla tapa bilərik. Yəni, buraları silim, bizə rahat olsun. Yerimiz olsun. Bunu necə tapırıq? 20-də 15 nə deməkdir? Bunu lap dəqiqisi üçün yazım. 20-də 15, 20-də 1 vurulsun 15 mi? Bəs 20-də 8 nə deməkdir? 20-də 1 vurulsun 8 deməkdir. 8 deməkdir. Bizə bir az demişdik ki, əbobda ortaq vurğu nə demək olar? Mötərizə xaricindən çıxarmaq olar. Burada bizim ortağımız hansı ortaq vurğumuz? 20-də 1. Biz 20-də 1-i çıxardırıq mötərizə xaricindən. Və tapırıq. Əbob 15 və 8. 15 ilə 8-in əbobu neçəyə bərabərdir? 1-ə bərabər. Yəni, bunlar qarşılıqlı sadədirlərdir. 20-də 1 vurulsun 1 bərabər neçəyə? 20-də 1. Bu bunun birinci qaydası. Yəni, ortaq məxrəc tapılmalı. Bir də bunun var, düstur qaydası var. Bunun bir düstur qaydası var. İkinci qayda. İkinci qayda.
Düstur qaydası. Düstur nədir? Deyir ki, Əbu A bölünsün B. Məsələn, C bölünsün D-ni soruşur məndən. Bu zaman nə edirəm? Bax, bu zaman məxrəcləri bir-birinə vururam. Yazıram, 1 bölünsün B vurulsun D. Və sonra tapıram Əbu A'dir. Bax, bununla bunu çarpaz vururam. Bax, bununla da bunu çarpaz vururam. Yəni A ilə D-ni vururam çarpaz. A-D-ni tapıram. Və buradan da B ilə C-ni vururam bir-birinə. Və B C-nin əbobunu tapıram. Sonra alın nəticəni vururam nəticəyə 20 edirəm. Gəlin, yəni həminki misal üzərində bunu etməli yoxdur. Ta ki, bizdən soruşur əbob. Əbob 4'də 3 ilə 5'də 2. Burada A'nın yerində durub 3, B'nin yerində durub 4. C'nin yerində durub 2, D'nin yerində durub 5. Biz nə edirdik? Məxrəcləri bir-birinə vurub 1'ə bölürdük. Yəni 1 vurulsun, 4 vurulsun 5. Və tapırıq əbob. Dedik ki, A'nın D'ni bir-birinə vururuq. Yəni biz də burada 3 ilə 15'i vururuq bir-birinə. 3 vurulsun 15. 3 vurulsun 5. Və B ilə də C-ni vururuq bir-birinə. Yəni 4 vurulsun 20. Deməli 4 vurulsun 2 daha doğrusu. Burada 4 vurulsun 2. 4 vurulsun 2. Burada 20'də 1 olur əbob 15 ilə 8. Dedik ki 15 ilə 8'in də əbobu neçəyə bərabərdir? 1'ə bərabərdir. 20'də 1 vurulsun 1. O da bərabərdir. Elə 20'də 1'in özünə. Yəni ki, aydın oldu. Gəlib kəsirlərin tapılma qaydası. Ən rahatı mənə elə gəlir ki, ən rahatı birinci qaydaydı. Orta məxrəci gətirirsən və orta vuruğu çıxarırsan mötərizə xaricində. Orada sən yəni sənə 3 dənə kəsir verirsə, 4 dənə kəsir verirsə, onu rahatlıqla yenə biləcəksən. Yəni sən tapa biləcəksən. Yəni ən rahat qayda budur. İndi gəldik deməli ən kiçik ortaq bölünə. Ən kiçik. Ortaq bölünən. Yəni nə haqqında? Əkəb haqqında. Yəni bunun nə olduğunu, mənasının nə olduğunu yəni sizə deyim. Ta ki bizdən soruşur, məsələn, əbob 100 və 120. Yəni eyni misal üzərində yəni dayanacağım. Yəni eyni rəqəmlər, ədədlər üzərində. 100 hansı ədədləri bölür? Yəni 100'ə bölünən hansı ədədlər var? Bax, 100'ə bölünən. Yəni 100'ün özü. Sonra gəlir 200. 300. Yəni 400. Sonra 500. 600. 700. 800 və bunu mən davam edə bilərəm də. Yəni bu sonsuza qədər yəni gedir. İndi bəs 120'ye bölünənlər. 120'ye bölünənlər. Əvvəlcə 120'nin özü. Və 120'nin üstündə bir dənə 120 gəlir. 240. 360. Sonra 480. Sonra 600. Sonra 720. Sonra gəlir 840. Və s. Bunu biz sonsuzluq edək, davam edə bilərik. Yəni səhərə kimi oturub yazsa bunu yəni bölünənlərə yazıb çatdıra bilmərik.
İndi biz baxırıq. Burada bizə ən böyüyü lazımdır. Ən böyüyü biz nə bilək hansıdır? Yəni bizə bu həmin bölünənlərin içərisində hər ikisində ortaq olan ən kiçik lazımdır. Baxırıq ki 600 burada da var, burada da var. Yəni ən birincisi lazımdır. Ən birinci ortaq olan, yəni ən kiçiyi. Yəni 600-dən sonra milyon dənə, milyard dənə, nə bilim, müəyyən sayda ortaq bölən ola bilər. Məsəl üçün 1200 ola bilər, 2400 ola bilər. Bu yəni arta bilər, 4800 ola bilər. Yəni bizə onlar lazım deyil. Bizə ən kiçik ortaqlar lazım. Ona görə də bizə ən kiçik ortaq bölünən. Yəni hər iki ədədin bölünənlərinin içərisində ən kiçiyi və həm də ən ortağı və ən kiçiyi lazımdır. Yəni bunu tapılır bu şəkildə. İndi biz bunu, yəni mən bunun sizə mənasını başa salmaq istəyirəm. Yəni əkob nə deməkdir? Yəni əkob deyəndə bizdən nəyi soruşur? Yəni elə bir kör-körünün düsturundan yazdıq, tapdıq. Yəni mənasını başa düşmədik ki, yəni bu nə deməkdir? Yəni bunun mənası budur. İndi baxırıq bunun tapılma qaydası. İndi biz 100, 120 rahat ədədlərini biz bunu məsələn tapdıq. İndi durub bizi böyük ədədlər verəndə biz yəni vaxtımızı buna oturub sərf eləməyəcəyik. İndi baxırıq nəyə? Əkobun tapılma qaydası. Birinci qayda nə edir? Birinci qayda ədədlər sadə vurğulara ayrılır. Sadə vurğulara ayrılır. Yəni əbobdakı kimi ayrılır. Sonra sadə vurğulara ayrılır. Onlar qüvvət şəklində yazılır. Məsələn, qüvvət şəklində. Yəni birinci qayda budur. Qüvvət şəklində yazılır. Və sonra həmin qüvvətləri sadə vurğulardan qüvvəti böyük olan seçilir. Və nəhayət onların hasili nə tapılır? Onların hasili tapılır. Yəni bu nə demək? Yəni gəlin eyni ədədlər üzərində bunu yazaq. Bizdən soruşursa ki, məsəl üçün əkob 100 və 120 tap. Qayda dillik. Əvvəl nə edir? Ədədləri sadə vurğulara ayıraq. 2, 52, 25, 5, 5, 5, 1. Sonra götürük 120'ni. 2, 62, 32, 15, 3, 5, 5, 1. Götürük sonra nədir? Sadə sonra nədir? Qüvvət şəklində yazılır. Yazaq. 100 bərabərdir. 2 vurulsun, 2 vurulsun, 5 vurulsun, 5 vurulsun 5. Yəni qüvvət şəklində deməkdir. 2-dən 2 yəni yazılır. 2'nin kvadratı vurulsun 5'dən 2 yəni 5'in kvadratı. Sonra götürük 120 yəni göstərir qüvvət şəklində. 2 vurulsun, 2 vurulsun 2, vurulsun 3, vurulsun 5. Bu olur 2'nin kubu. Bu oldu 2'nin kubu. Vurulsun 3, vurulsun 5. İndi bizə deyir ki, yəni qüvvətləri böyük olan yəni seçilir. Yəni nə deməkdir? Bax, biz burada baxırıq 2. Burada bunun qüvvəti 2'dir. Deməli bunun qüvvəti 3'dür. Bizə nə deyir?
Yani kuvveti büyük olan yazıyor. Götür bir neydi? 2 vurulsun 3. Ha, burada bakın 5'in kvadratı burada 5'ti. Ha, tabii ki neye götürür? 5'in kvadratını götürürük. Sonra biz bakarız ki burada 3 var, burada 5 yoktu. Burada yoktu. Bak burada 3 var, burada yoktu. Hemin e, birinde olup diğerinde olmayanları götürüp nereye vurur? Mesela bu 3 burada vardı, burada yoktu. Nereye götürüp nereye? Vurur birbirine. Yani 2'nin kuvveti 8. Deməli 5'in kvadratı ilə neçə? 25. Bu da vurulsun 3. 8 ile 5 40, 4 yatta, 8 ile 2 16, 4 yatta ilə 200. 200 vurulsun 3 beraber neçə? 600. Ha, bu oldu birinci qayda. Şimdi ikinci qaydamız deyil. Yani ikinci qayda. Yazır ekobun tapılması. Ekobun tapılması ikinci qayda. İkinci qaydamız yine. Yine tutaq ki bizden soruşur. Sanki EBOB neydi? Ekob. Soruşsa ki bizden EKOB 100 ve 120 daha. Yine biz hem iki qaydını götürüp sadə ruhlara ayırırıq. 52, 25, 5, 5, 5, 1. Ha, 120'ni götürüyor ayırırıq. 2, 62, 30, 2, 15, 3, 5, 5, 1. Ha, götürüp bunları yazırıq. 2 vurulsun, 2 vurulsun. 5 vurulsun 5. 120'ni götür. 2 vurulsun, 2 vurulsun, 2 vurulsun. 3 vurulsun 5. Ha, bu şekilde yazılır mı? Bu şekilde yazılırsa bölgü götürülür. Bak burada 100'dü, burada 120. Bölgü götürülür. Silme 120 vurulsun. Ve küçükte olmayanlar oranını əlavə olunur. Baxırıq ki, bak bu 2 bak bunu özü bütöv götürürlər. Bak bu 2 burada var, burada var. Bu 2 burada var, burada var. Bak bu 5 burada var, burada var. Ama bu 5'den əlavə bir tane de burada var. Ama burada yoktu. Ha, hemen bu olmayanı götürüp yazırıq hara. Vuruq bölgədə. 120'de 5'e vurun neçə elədi? 600. Ayrı oldu. Yani başa düşdünüz. Sadə vurgulara ayırdıq. Sadə vurgulara ayırandan sonra en bölgünü götürüp yazırıq bura. Ve kiçiyində ortak olmayanları vuruq bölgədə. 120 vurduq 5 elədi neçə? 600. Ha, bir de bizden ortak olmayan sadə vurguların hasılı var S ədədi. S ortak olmayan sadə vurguların hasılı. Yani bu ne deməkdir? Yani sizin qarşınızda EBOB-la, EKOB-la bağlı misallarda hər hansı S məşğulu yəni sizin yəni qabağınıza çıxarsa, onu dərhal bilin ki, bu ortak olmayan sadə vurguların hasılıdır. Yəni bu necə tapılır? Məsəl üçün, mən yenə 100 və 120'ni götürürəm. Yəni sadə vurgulara ayırıram. Ha, 120'ni götürürəm.
Baxıram ki, ortaqlar deməli bu var, bu var. Bunda var, burada var. Var bu 5. Burada var, burada var. Deməli nə oldu mənim ortaqlarım yekunlaşdı. İndi mənim ortaq olmayanlarım hansılardır? Bax buradan bu 5 qaldı, buradan bu 2 qaldı, buradan da bu 3 qaldı. Ortaq olmayanları götürüb bir-birinə vuram. Həm bunda olanı, həm bunda olanı götürüb bir-birinə vururam. Beş vurulsun. Deməli bu 2 burada var idi, burada var idi. Deməli yerində qaldı 5 vurulsun, 2 vurulsun, 3. Bu da elə 5-i 2-yə vuranda 10, 10 da 3-ə vuranda nədir? Elə də olsun. Deməli mənim ortaq olmayan, yəni C ədədi nəyə bərabərdir? Ortaq olmayan sadə vurulların hasili C ədədi nəyə bərabər oldu? 30-a. Yəni bunun da mənası, yəni ki, başa düşdük. İndi baxaq. Bunu sileyim. Ona göre bunu silmeyi başarabileceğim. Neyse alma. Yani yeni sayfa açalım bize. Deyir ki, qarşılığı sadə edilən əkobu onların hasilinə bərabərdir. Bax, deyir ki, bax, bu bir qaydadır, qeyd kimi özünüzə götürün, qeyd. Deyir ki, qarşılığı sadə edilən əkobu. Bax, bunları bir-birisi üçün yazıram ki. Yəni, sizdə EN'nin özünüzün qeydiyyatlarını götürün ki, yəni bunlar lazımlı neylərdir, qeydlərdir. Qarşılığı sadə ədədlərin əkobu onların hasilinə bərabərdir. Hasilinə bərabərdir. Məsəl üçün, mən götürürəm bir əkob. 5 ilə 7. Bunun əkobu, yəni ən kiçik ortaq böləni, yəni onun özlərinin hasilinə bərabərdir. Laf tutaq ki, bunu belə yazsa, sadə rular, 5-i 5 üçün 5 bir dəfə, 7-də bir dəfə. Məsəl üçün 7, 7. Bizim qaydamız neydi? Bizim bunun tapılma qaydası necə? Necədir? Böyüyün götürürük və kiçiyində olmayan hansıdır? 1 bunda var, deməli nə yoxdur? 5 yoxdur. Götürürük 5-i də vururuq buna, elə neçə 35. Yəni bir mənalı şəkildə bunu yəni qəbul eləmək lazımdır ki, yadda saxlamaq lazımdır ki, qarşılığı sadə edilən əkobu onların hasilinə bərabərdir. Vəssalam. Biz bir əbob üçün demişdik ki, yəni əgər A ədədi B ədədinə bölünürsə, əbob ölənə bərabərdir. Amma əkobda belə deyil. Əkobda əgər A ədədi B ədədinə tam qalıqsız bölünürsə, A ədədi B ədədinə tam qalıqsız bölünürsə, deməli, əkob nəyə bərabərdir? Bölünənə. Yəni A-ya bərabərdir. A-ya bərabərdir. Bax, bir biz əbob üçün zamanda dedik ki, 72 8-ə tam bölünür. Nə düşür cavab?
alınır 9. Biz bir EBOB 72 və 8-i tapanda dedik ki, 72 8-ə tam qalıqsız bölünürsə, EBOB bərabər neçəyə? 8-ə, yəni bölənə. Amma isə əkobda isə deyir ki, A-ya bərabər, yəni bölünənə bərabərdir. 72 ilə 8-i, yəni 72 8-ə bölünürsə, yəni bunun ən kiçik ortaq yəni bölünəni, yəni əkobun neçəyə bərabərdir? 72-nin özünə bərabər. Sonra növbəti qeyd. Ardıcıl tək ədədlərin əkobu onların hasilına bərabər. Yəni ardıcıl tək ədədlər özlərində qarşılıqlı sadə ədəd olduğu üçün biz də demişdik ki, qarşılıqlı sadə ədədlərin hasili nəyə bərabər? Qarşılıqlı sadə ədədlərin əkobu nəyə bərabərdir? Onların hasilinə bərabərdir. Və ardıcıl tək ədədlər də qarşılıqlı sadə olduğu üçün onların əkobu onların hasilinə bərabərdir. Məsəl üçün, ardıcıl tək ədədləri yazsaq ki, əkob 11 və 13. 11, 13. Bunların əkobu nəyə bərabər? 11 vurulsun 13-ə bərabər. Vəssalam. Bu da eləyir neçə? 143. Məsələn, əkob 9 və 11. Nəyə bərabərdir? Bunların hasilinə bərabər. 9 vurulsun 11-ə bərabər neçə? 99. Bu ardıcıl tək ədədlər üçündür. Amma ardıcıl cüt ədədlərin hasili isə elə deyil. Ardıcıl cüt ədədlərin əkobu onların hasilinin yarısına bərabər. Ardıcıl cüt ədədlərin əkobu onların hasilinin yarısına bərabərdir. Yəni mənim ardıcıl cüt ədədlərin birincisi olsun 2 və ikincisi də olsun. Yəni birincisi 2 ilə başlayırsa, ikincisi ondan 2 faiz böyük olduğu üçün növbəsi olacaq neçə? 2n üstü gəl 2. İndi mənim əkob 2n və 2n plus 2-ni tapmağım üçün mən nə etməliyəm? Qaydamız nədir? Ardıcıl cüt ədədlərin əkobu onların hasilinin yarısına bərabər. Yəni 2n'i vururam 2n plus 2-yə və bölürəm neçəyə? 2-yə. Buradan bu 2 ilə bu 2 ixtisar gedər. Qalar yerinə n vurulsun 2n plus 2. Bu da bərabər n 2 ilə vuran elədi 2n'in kvadratı. Üstə gəl n 2-yə vuran elədi neçə? 2. Deməli, ardıcıl cüt ədədlərin əkobunu yəni bu qaydadan biz nə edirik? Tapa bilərik. İndi gəlin bunu konkret misallar üzrə göstərelim. Məsələn, əkob. Bizdən sonra ardıcıl. 1 olsun 4, 1 olsun 6. Qaydamız nə deyir? Qaydamızda deyir ki, onların hasilinin yarısına bərabərdir. Yəni 4 vurulsun 6 bölünsün 2-yə bərabər. 4'ü 6-ya vuranda 24, 24 2-yə bölünə neçə elədi? 12. Yəni ki, aydan oldu. Yəni əkob əvvəl haqqında bəzi düsturlarımızı yazaq. Düsturlar. Əkob və əbob haqqında. Haqqında bəzi düsturlar. Yəni yazılar biraz səliqəsiz olursa özürlü hesab edin.
Yəni birinci düsturumuz nədir? Deyir ki, əkov A-la B-nin hasili ilə əbob A-la B-nin hasili, yəni elə A-la B-nin özünün hasilinə bərabərdir. Yəni məndən soruşursa ki, məsəl üçün əkov 156 ilə 240-ı və vurulsun deməli əbob 156 və 240-ı, yəni eyni ədədlərin əkobu ilə əbobunun hasili elə həmin ədədlərin özlərinin hasilinə bərabərdir. Mən 150-ni deməli 150-ni vuracağım 240-a. Yəni aldığım bu nəticə bunların hasilidir. Yəni mən biraz özüm yəni kobud ədədlər yazdım ki, yəni gözünüz yəni bu yəni elə rahat yox, yəni biraz kobud ədədlərdən neynəsini öyrəşsin. Yəni əkob 156 və 240-ın hasili ilə əbob 156 və 240-ın hasili elə 156 və 240-ın hasilinə bərabər. C ədədi, yəni ortaq olmayan sadə vurulan hasili yəni nə demək? C bərabərdir. Əkob AB bölünsün neçəyə? Əbob AB. Ta ki 100 ilə 120-ni götürək. 100 və 120-ni. Mən burada əkob 100 və 120-ni 100 və 120-ni bölsəm əbob 100 və 120-yə alacağım deməli C-ni, yəni bunların ortaq olmayan sadə vurullarının hasili. Deyir ki, əkob 100 və 120 üçün əkob neçədir? 60, 600. Bunların əbobu neçəyə bərabərdir? 20-yə. 600-ü bölünəm 20-yə azım necə? 30. Deməli 100 və 120 üçün ortaq olmayan sadə vurulan hasili neçəyə bərabərdir? 30-a bərabər. İndi deyir ki, üçüncü misalda deyir ki, əbob AB bərabərdir. A vurulsun B bölünsün C-yə. Gəl bunu yenə biz 100 və 120 üçün yoxdur. 100 və 120 üçün. Biz burada əbobu necə tapmışdıq? 100 və 120 üçün 20 tapmışdıq da. İndi baxaq bu yolla yazar görüm. Biz həqiqətən də bu cavabı götürürük. Alırıq yoxsa yox. Yəni A və B nə deməkdir? Bizdən soruşulan ədədlərin hasili. 100 vurulsun 120 və bölünsün C. C nə idi? C də ortaq olmayan sadə vurulan hasili. Onu neçə tapmış? 30 tapmışdır. 100 və 120 deməli olur neçə? 1000. Deməli 12.000 və bölünsün 30. Aha. 12.000-i 30'a böləndə neçə düşür? Düşür 400. Və 400'dən kök neçə çıxdı? 20. Deməli bu burada da 20 tapmışdı. Burada neçə oldu? 20 oldu. İndi bizdən soruşsa ki əkob AB bu zaman neyindik? Bu zaman olur kök altında A vurulsun, B vurulsun, C. Yəni götürürük bizdən soruşulan ədədləri və ortaq olmayan sadə vurulan hasilini götürürük, vururuq bir-birinə və sarıq nəyə? Kökün altına.
Yəni bizdən soruşsa 100 və 120 soruşsa, yəni bizdən soruşsa eko 100 və 120. Biz nə edəcəyik bu zaman? Yəni bu bəzi misalların həllində yəni bizə lazım olacaq. Yazırıq 100 vurulsun, 120 vurulsun. Orta olmayan sadə vurulan hasili seni neçə tapmışdıq? Seni tapmış neçə? 30. A, 100'ü 120'ye vuranda 100'ü 120'ye vuranda eləyir 1200 12.000 daha doğrusu 36.000 12.000 360.000 360.000 360.000 burada bir tane sıfır oldu. 360.000'den 2 neçə çıxır? 600. Burada da biz bunun neçə tapmışdıq? 600 almışdıq. Yəni ki, aydın oldu. Biraz yəni son misallarda izahlarda yerimiz qarışqal oldu. Yəni növbəti videoların davamını yəni gəlməni istəyirsinizsə, bizim video dərslərimizi bəyənmişsinizsə, yəni bu video dərsləri yəni bəyənib paylaşmağı yəni yaddan çıxarmayın. Salamat qalın, növbəti görüşlərə qədər.